Deməli, şagirdlər bugündən ikinci hissədən, Azərbaycan dilli ikinci hissədən mətnlərin izahlarına baxacağıq. İnşallah buraxılışa qədər bütün mətnləri çatdırarıq. Buraxılışa görə şagirdlərə maksimum dəstək olmaq lazımdır. Başlayaq elə birinci mətndən. Mətnimiz adlanır Hindunun verdiyi dərs. Təbii ki, mətni oxuyub işləyəndən sonra bu izaha baxırsınız. Ona görə də mən mətni burada oxuyub vaxtınızı aparmaq istəmirəm. Birbaş keçirik suallara. Deyir, mətndə qarşı-qarşıya qoyulur. Deməli, bu mətndə işgüzarlıq, həyatsevərlik bu qarşı-qarşıya qoyulmur. Çünki kiminsə işgüzar olmağından danışmır. Ona görə A variantı çıxır, bir çıxır. Nisbətən həyatsevərlik ola bilər orada olsun. Hindu həyatı sevirdi. Amma digər insanların həyatı sevmədiyini demir mətndə. İkisi də yanlış variantdır. Amma həssaslıq orada deyir ki, Hindu təbiətə qarşı bir həssas idi. Və digər insanlar isə biganə idilər. Məsələn, həssaslıqla biganəlik qarşı-qarşıya qoyulur orada. İkini götürdük. Şəhərləşmə. Bəli, digər insanlar şəhərləşmişdilər. Şəhərin səs-küyünü etmişdilər. Amma bu Hindu təbiətə bağlı idi. Bunlar qarşı-qarşıya qoyulan şeylərdir. Kiminsə səmimiliyindən, qeyri-səmimiliyindən, istehzasından da danışmır. Dostluqdan, düşmənlikdən heç danışmır. Ona görə sualımızın cavabı olur 2 və 3. Sonra ikinci sualda bizə deyir ki, mətnin məzmununa aid olmayan fikir. Bax, imtahanda bu aid olan, aid olmayan, doğrudur, yanlışdır. Bu gözünüzdən qaçır. Zəhmət olmasa altından xətt çəkin. Dostların inamsızlığı. Bəli, dostlara inanmırlar orada Hinduya. Bu var idi. Aid olmayan istəyir. Gündəlik qayğılarla keçən həyat. Bəli, bu gündəlik qayğılarla keçən həyat var. Ona görə insanlar biganə idilər həyata. Sonra bir də burada 5 də var. Önəm verilən dəyərlər. Bu Hindunun son nitqində bundan danışır. Deyir ki, Hindu dostuna təsəvvürlər deyir. İnsanlar reaksiyasını gördünmü, önəmli olan nəyə dəyər verməyin, nəyin vacib hesab etməyindir. Yəni, bu var mətnin içərisində, ona görə 5 də çıxır. Hindu fövqəli-təbii gücü ilə öyünmür. Çünki orada dilinlə deyir ki, mənim fövqəli-təbii gücüm zadım yoxdur. Hanı o variant? Fövqəli-təbii güclərə ehtiyac yoxdur. Yəni, burada bir öyünmə söhbəti də yoxdur avtomatik olaraq. Bir dəqiqə, deməli, bu belə. 4 bizim götürəcəyimiz variantdır. Sonra bir də 3. İnsanların qeyri-adi hərəkətlərə sakit qarşılaması, sakit qarşılamırlar. Dostunun biri bundan gəlir, bəziləri buna etirazını bildirir. Heç kim sakit qarşılamır. Yəni, burada biz seçirik 3-ü və 4-ü, sualımızın cavabı olduğu A variantı. Sonra 3-cü sualda deyir, mətndəki əsas fikri müəyyən edin. Əsas fikir. Hər kəs üçün dəyərlilik anlayışı fərqlidir. Bəli, orada Hindu qəpiyə atanda bayaq göstərdiyim abzasda var idi. Təbiət onu məhv edənləri cəzasız buraxmır. Burada heç kim təbiəti məhv eləmir deyil. 2 ona görə səhvdir. Təbiəti qorumaq hamının borcudur. Təbiəti qorumaqdan da danışmır. Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. Bəli, Hindu təbiətin dili ilə danışdığı üçün ona tabe olur təbiət. Nisbətən digər insanlar şəhərləşmişdilər, Hindu təbiətdə qalmışdı o mənada. İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindirlər. Orada bu variant Hindu da nə vaxtsa dərs alıb bundan, eyni zamanda dostuna da bir dərs vermiş olur. Yəni 1, 4, 5 olacaq bizim sualımızın cavabı A variantı. Sonra 4-cü sual deyir ki, mətndə nömrələnmiş hansı cümlə ixtisar olunsa, fikirlər arasında əlaqə pozulmaz. Burada 1. İşçilərdən biri Amerikanın yerli əhalisinin nümayəndəsi olan Hindu idi. Bu cümləni çıxartsaq, biz bu adamın Hindu olduğunu bilməyəcəyik. İkinci cümləyə baxıram. Deyir ki, küçədəki insan izdihamı, maşınların gürültüsü, siqnal və fit səslərə rəğmən qulağına nəşəli bir cırcırama səsinin gəldiyini söyləyən Hindu bir anlıq hər şeyi unudub onu axtarmağa başlayır. Bu qədər uzun cümlə, bu cümlənin içərisində bu qədər çox fikir verilib. Yəni, bu cümlə də çıxarıla bilər mətn içərisindən.
və biz hindunun nəyə görə stoldan durub başqa yerə getdiyini bilməyəcəyik. Qulağından hansı səsin gəldiyini bilməyəcəyik. 2 də çıxarıla bilməz. 3. Bir işçi isə hindu dostuna inanmasa da, işçinin onun arxasında getdiyi ilə bağlı məlumat verilir. Bu niyə çıxarılsın? 3 də qalır. Sonra qalır 4 ilə 5. Hindu yolun qarşı tərəfinə qaçır, dostu isə onu təqib eləyir. Bu çıxarılsa belə biz mətndə hər hansısa bir məzmun pozuntusu yaşamayacağıq. Amma 5 çıxarılsa, bir çox insan düşən qəpin cingiltisini duyaraq hansı qəpin? Düşünün ki, 5-ci cümlə yoxdur. Hansı qəpin səsindən insanlar çönürlər? Bilinməyəcəkdir. 5 də çıxarıla bilməz. Sualımızın cavabı olur 4. 4 olan variant da burada hansıdır? E variantıdır. 5-də deyir ki, mətndə altından xətt çəkilmiş cümlə hansı üslubu xüsusiyyəti daşıyır? New Yorkun nəhəng binalarından ibarət. Təbiətə yad küçələrində hansısa doğma cırcırama səsini axtarmaq başqalarına qəribə görünə bilərdi. Deməli, bu cümlədə hansı üslubu xüsusiyyət ifadə olunmuşdur? Mətn bədii üslubda olduğu üçün mətnin üslubu xüsusiyyətlərinə baxmaq lazımdır. Adı deyir ki, şişirdilmiş. Yəni, demək istəyir ki, burada mübaliğəyə yer verilib, amma burada mübaliğəyə yer verilməyib. Bir anlayış verilsə də onunla əlaqədar başqa bir anlayış nəzərdə tutulmuşdur. Yəni, kinayə. Kinayə də verilməyib. Söz sırası da pozulmayıb. Yəni, inversiya da yoxdur. Ellipsis, ixtisar. Ellipsis də yoxdur. Bədii təzaddan istifadə edilibmi? Bəli. Burada yad sözü var və doğma sözü var. Bədii təzaddan istifadə edilmişdir. Antonimdən istifadə edilmişdir, belə deyim. Sualımızın cavabı olacaq 5-də C variantı. 6-da tün qərarlara verilmiş sözün kontekstə uyğun şərhini yazın və onu cümlədə işlədin. Burada tün qərarlara verilmiş söz vurnuxmaq sözüdür. Deməli, vurnuxmaq sözü hansı mənada işlənir? Bir yerdə dura bilməmək. Sonra bunun bir mənası var qurdalanmaq. Lüğətdə verilən mənalarından biri əlləşməkdir. Sonra yerində hərəkət eləmək. Yerində dayana bilməmək də var. Yerində hərəkət etmək də var. Mətnin sonluğuna uyğun hindu ilə onun iş yoldaşının daha sonraki münasibətini ifadə edən bir cümlə yazın. Məsələn də deyirsən ki, orada mətnin son cümləsində deyir ki, dostu hindunun səmimiyyətinə, saflığına heyran olub, ona əvvəlkindən daha çox dəyər verməyə başlayır. Deməli, bunlar arasında böyük ehtimalla səmimi bir dostluq yarandığını deyə bilərik. Məsələn, deyə bilərik ki, onlar arasında uzun müddətli və səmimi bir dostluq yarandı. Məsələn, belə bir variant deyə bilərsən və yaxud da deyə bilərsən ki, onlar arasında mükəmməl bir dostluq münasibətləri quruldu. Onlar uzun müddətli dostluğa qədəm qoydular. Məsələn, belə cümlələr yazmaq olar. Sonra 8-ci suala deyir ki, hindunun dostunu xarakterizə eləyən. Deməli, hindunun dostu burada yazıb etibarlı idi. Hindunun dostu bəli, etibarlı idi. Sonra maraq göstərən idi. Yəni, türklər meraklı deyirlər. Yəni, nəyəsə maraq salan. Maraqlı idi bizim dildə o mənaya gəlmir. Maraqlı idi, dostun özü maraqlı olmuş olur onda. Dost nəyəsə maraq göstərmiş olmur. Maraq göstərən idi. Sonra
səmimi idi. Səmimi idi. Ondan sonra məsələn deyə bilərik ki, o onun arxasında durur, gəlir, ona qiymət verə bilir. Yəni onun əməlinə qiymət verə bilir. Qiymət verə bilən idi. Dostunun arxasında gəldiyi üçün biz ona dost, canlı idi də deyə bilərik. Sonra gələk burada digər suala 9. Birinci abzasın məzmununu ümumiləşdirən bir cümlə yazın. Birinci abzası bilənə gələk burada elə belə özümüz üçün oxuyaq. Birinci abzas. Qoy başqa rənglə işarəliyim. Yox, bu deyil də, bir cümlə apardıq. Birinci abzas tam olaraq bu hissələrdən ibarətdir. Bir gün New York şəhərinin mərkəzində yerləşən ofisin bir neçə işçisi birlikdə yemək fasiləsinə çıxır. İşçilərdən biri Amerikanın yerli əhalisinin nümayəndəsi olan Hindu idi. Küçədəki insan izdihamı, maşınların gürültüsü, siqnal və fit səslərinə rəğmən qulağına nəşəli bir cırcıramanın səsinin gəldiyini söyləyən Hindu bir anlıq hər şeyi unudub onu axtarmağa başlayır. Dostları Hinduya bu qədər gürültü içərisində kiçik bir böcəyin səsini eşitməyə mümkün olmadığını, onun yanıldığını söyləyir və ona inanmayaraq laqeydcəsinə yollarına davam edirlər. Bir işçi isə Hindu dostuna inanmasa da onunla cırcıramağa axtarmağa başlayır. İndi biz bu cümləni necə ümumiləşdirə bilərik? Mətnin birinci abzasının məzmununa uyğun. Qara hərflərlə yazaq bunu. Məsələn, yazırıq ki, səsküydə eləməliyik ki, elə bir cümlə yazmalıyıq ki, tam əhatə eləsin də onu. Səsküydə Hindu bir cırcırama səsinin, səsküydə Hindu bir cırcırama səsinin arxasınca düşür. Dostları ona inanmır. Bir dostu isə onun arxasınca gedir. Bir dostu isə onun arxasınca gedir. Məsələn, belə yaza bilərik. Sonra məsələn, bu cümləni başqa cür qura bilərik ki, səsküylü bir şəhərdə bir cırcırama səsinin arxasınca düşən Hinduya dostları inanmasa da, bir dostu onun arxasınca gedir. Məsələn, belə də qura bilərik. Və yaxud deyə bilərik ki, şəhərin səsküyündə bir cırcırama səsini eşitdiyi üçün onun arxasınca bir Hindu düşür. İş yoldaşları ona inanmır. Bir dostu isə inanmasa da arxasınca düşür və onunla gedir. Məsələn, belə bu mən yazdığım cümləyə əlavə sözlər yazmaqla, bir söz çıxartmaqla, yerini dəyişməklə ona oxşar cümlə yazmaq olar. Sonra baxırıq 10-cu suala. Deyir, çərçivədə verilmiş cümlədəki sözlərin sırasını dəyişdirib elə yazın ki, verilmiş fikirlərin ardıcıllığı bərpa olunsun və bir-birini tamamlasın. Deməli, çərçivədə bir anlıq ayaq saxlamaq, zövq alaraq əsmədə yaşamaq həyatı, təbiəti duymaq yadına düşmürdü kimsənin. Yəni, burada inversiya var da. Biz bu cümləni nə cür dəyişdirəcəyik? Biz bu cümləni dəyişdirib yazacağıq ki, bir dəqiqə bunu mən burada başqa rənglə yazım. Bu cümləni belə yazacağıq ki, bir anlıq ayaq saxlamaq, bir anlıq ayaq saxlamaq, zövq alaraq, bir anlıq ayaq saxlamaq, zövq alaraq həyatı əsl mənada yaşamaq, həyatı əsl mənada yaşamaq. Orada yadına düşmürdü kimsənin deyib,
Təbiəti duymaq, təbiəti duymaq, təbiəti duymaq. Orada yadına düşmürdü kimsənin deyir. Biz o inversiyanı oradan çıxardacağıq. Deyəcəyik kimsənin yadına düşmürdü. Mən biraz qərara çıxıram burada, amma oxuyursunuz ümid edirəm. Kimsənin yadına düşmürdü. Belə. Bunu da bu sualda yazdıq. Ümid edirəm ki, izahımız faydalı olar. Bu qədər. Növbəti izahlarda görüşərik. Sağ olun.